New York 146 milyarderlə dünyada ən çox milyarderin yaşadığı şəhər olaraq birinci yerdə qərarlaşıb. Yenavaz.com xəbər verir ki, bu məlumat dünyanın aparıcı araşdırma təşkilatlarından olan Harun Araşdırma İnstitutunun Harun Global Rich List 2026 adlı hesabatında yer alıb. Hesabatda qeyd olunur ki, Çin şəhərləri sürətlə liderə yaxınlaşır. Shenzhen 132 milyarderlə ikinci, Şanxay 120 milyarderlə üçüncü, Pekin isə 107 milyarderlə dördüncü yerdə qərarlaşıb. Ekspertlər New Yorkun liderliyini Wall Street'in maliyyə infrastrukturu, inkişaf etmiş özəl kapital bazarı, daşınmaz əmlak sektoru və texnologiya şirkətinin güclü ekosistemi ilə əlaqələndirirlər. İlk onluqda Böyük Britaniyanın paytaxtı London 5-ci, Hindistanın maliyyə mərkəzi Mumbai 6-cı, Hong Kong 7-ci, San Francisco 8-ci, Moskva 9-cu, Hangzhou isə 10-cu yerdə qərarlaşıb. Hesabata görə Çin yalnız ən böyük şəhərləri ilə deyil, Guangzhou, Suzhou, Ningbo kimi şəhərləri ilə də siyahıda güclü təmsil olunur. Ümumilikdə reytinqdə Çinin 8 şəhəri yer alır və siyahıdakı bütün milyarderlərin 34%-ni özündə cəmləşdirir. Regional bölgəyə əsasən reytinqdə təmsil olunan şəhərlərdə yaşayan milyarderlərin 58%-i Asiyanın payına düşür. Bu da Asiyanı dünyanın ən böyük sərvət mərkəzinə çevirir. Çinlə yanaşı Yeni Dehli, Singapur, Taybey, Bangkok, Seul, Jakarta və Tokyoda qlobal milyarder mərkəzləri sırasında yer alır. Hindistanın yüksəlişi də diqqət çəkir. Mumbai və Yeni Dehli dünyanın ən çox milyarderə sahib ilk 11 şəhəri sırasında qərarlaşıb. Bununla yanaşı ənənəvi maliyyə mərkəzlərdə mövqeylərini qoruyur. London 5-ci yerdə qərarlaşarkən Paris, Milan, Stokholm və İstanbulda reytinqdə yüksək pillələrdə təmsil olunur. Şimali Amerikada isə San Francisco, Los Angeles, Dallas, Toronto və Palm Beach sərvət toplamaqda önəmli mərkəzlər olaraq qalır. Eyni zamanda Dubayın siyahıda yer alması Yaxın Şərqin sahibkarlar, investorlar və yüksək gəlirli şəxslər üçün cəlbedici mərkəzə çevrildiyini göstərir. Dünyada ən çox milyarderin yaşadığı şəhərlər bunlar olub.